Müstəmləkəçilik dünyaya bərpa edilməsi mümkün olmayan dərin yaralar vurub. Bəzi dövlətlər bu gün də öz kolonial siyasətlərindən əl çəkmirlər. Bu fikirlər BMT-nin Nyu-Yorkdakı baş qərargahında keçirilən dekolonizasiya, sakit inqilab konfransında səsləndirilib. Bakı təşəbbüs qrupunun beynəlxalq dekolonizasiya cəbhəsinin nümayəndələri ilə təşkil edilən tədbirdə kolonializmin bəşəriyyətin inkişafına mənfi təsir göstərdiyi xüsusi vurğulanıb. Müstəmləkəçi güclərin öz tarixi cinayətlərinə görə məsuliyyətə cəlb edilməkdən boyun qaçırmaları qətiyyətlə pislənib. Bütün bu fikirlər konfransda qəbul edilən yekun sənəddə də öz əksini tapıb. Qeyd olunub ki, belə rejimlər törətdikləri qanunazid hərəkətlərə görə təzminat ödəməlidir. Əks təqdirdə beynəlxalq sanksiyaların qəbulu vacibdir. Yekun bəyannamədə Bakı təşəbbüs qrupu kimi QHT-lərə beynəlxalq hüquq çərçivəsində kolonializmin ifşası istiqamətində apardıqları fəaliyyətə dəstək ifadə olunub. Həmçinin martın 28-də Fransanın Milli Assambleyasında Bakı təşəbbüs qrupuna qarşı qətnamə qətiyyətlə pislənib. Rüqiyyə Nəcəfli, Kamal Hüseynli, ABŞ, New York.